Dünyanın 67 ölkəsi, 517 fotoqraf, 2000-dən artıq foto. Fotolar beynəlxalq foto təşkilatların rəhbərləri Yunanistan, Türkiyə, Hong Kong, Şimali Makedoniya və Azərbaycandan olan münsiflər tərəfindən qiymətləndirilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin məskunlaşma proqramı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma kampaniyası çərçivəsində Gilavar Fotoklubu İctimai Birliyi tərəfindən Mənim Şəhər Dünyam adlı beynəlxalq foto müsabiqə təşkil edilib. Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının icazələri ilə keçirilən foto müsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir.